Axşamınız xeyir, efirdə gündəmimiz verilişidir. Azərbaycanda yaxın, orta və uzun müddətli perspektivdə logistika və nəqliyyat sahəsinin daha da inkişaf etdirilməsi üçün, nəqliyyat və ticarət sahəsinin daha da inkişaf etdirilməsi üçün strateji hədəflər müəyyənləşib və bu strateji hədəflərə nail olmaq üçün prioritetlər hansılardır, hansı işlər görülməlidir? Bu və digər sualların cavabına studiyamıza dəvət etdiyimiz qonaqlarla aydınlıq gətirməyə çalışacaq. Onlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətinin Departament Müdiri Xudayar Həsənli və Trasseka Hökumətlərarası Komissiyasında Azərbaycanın milli katibi Akif Mustafayevdir. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Vüsal müəllim, ilk olaraq ondan başlayaq ki, biz fərqli heyətlərdə, elə bu studiyada müxtəlif dövrlərdə, yəni həm strateji yol xəritəsinin ictimai müzakirələri zamanı, həm onun qəbulundan sonra, həm də ayrı-ayrı sahələr üzrə verilişlər eləmişik, yəni silsilə verilişlər eləmişik. Bu dəfə növbə təbii ki, logistika və ticarət sahəsinə çatıb. Logistika və ticarət sahəsinin strateji yol xəritəsinin detallarına varmazdan əvvəl istəyərdim bir məsələyə aydınlıq gətirək. Bəzən, belə deyək, sənədə dair daha az biliyə malik olan şəxslər müəyyən negativ fikirlər yaratmağa çalışırlar. Belə ki, onlar iddia edirlər ki, bu işlərin görülməsi, ya strateji hədəflər müəyyənləşib, bu hədəflərə nail olmaq üçün biz iqtisadiyyatda hər şeyi sıfırdan başlayırıq. Yəni, belə bir negativ fikir yaratmağa çalışırlar. Doğrudan mı biz sıfırdan başlayırıq hər şeyə, yoxsa olan artıq indiyəcək görülmüş dövlət siyasətinin nəticələrini qiymətləndirərək daha konkret məcrada yeni bir iqtisadi belə deyək, mərhələyə addımlayırıq. İstəyərdim əvvəlcə buna aydınlıq gətirəsiniz, sonra strateji yol xəritəsini, yəni nəqliyyat və ticarət haqqında strateji yol xəritəsinin detallarına varacaq. Əslində qalsa, logistika və ticarət haqqında strateji yol xəritəsinə baxanda biz Azərbaycanda indiyə qədər davam edən və bundan sonra uğurla davamı gözlənilən iqtisadi siyasətin nə qədər bir-birinə zəncir kimi bağlandığını şahidi olaraq. Çünki logistika və ticarət üzrə strateji yol xəritəsi iki koridorun, iki dəhlizin üzərində qurulub. Bunlardan biri şərq-qərb, digəri isə şimal-cənub dəhlizləridir. Və bu iki dəhlizin kəsişməsi, Azərbaycanda kəsişməsi Azərbaycanın logistika, ticarət xabına çevrilməsini təmin edir. Və bu iki dəhlizin də əsasında bir neçə layihə dayanıb ki, bu layihə Azərbaycanın əvvəlki dövrlərdə həyata keçirdiyi layihələr idi. Bunlardan birincisi əlbəttə bu il artıq istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yol xəttidir. Bildiyiniz kimi bu dəmir yol xətti bütünlükdə şərq-qərb dəhlizi üzrə dəmir yol xəttinin qırılması prosesi baş vermiş Sovet İttifaqı dağılandan sonra və ilk dəfə Azərbaycan şərq-qərb dəhlizinin dəmir yol xəttini bərpa edir burada. Və bu bilirsiniz ki, 2003-cü ildən bəri başlayan prosesdir və artıq bu illər yekunlaşır və biz strateji yol xəritəsi çərçivəsində bu layihə nəzərdə tutmuşuq. İkinci mühüm layihə Bakı Dəniz Ticarət Limanı layihəsidir. Bildiyiniz kimi bu il artıq biz bu Dəniz Ticarət Limanının birinci fazasını yekunlaşdırırıq və strateji yol xəritəsinə görə ikinci və üçüncü fazalar deməli 2020-ci və 2025-ci ilə qədər həyata keçiriləcəkdir. Üçüncü mühüm layihə isə strateji yol xəritəsində göstərilib. Bu Astara-Astara dəmir yol xəttinin çəkilməsidir. Bildiyiniz kimi bu proses də strateji yol xəritəsi qəbul olmamışdan əvvəl başlamışdı və təkcə Astara-Astara yox, ümumiyyətlə Astaradan Yalamaya qədər olan sektorda dəmir yol xəttinin yenilənməsi ilə bağlı Azərbaycan dövləti kifayət qədər böyük vəsait yatırmışdır. Yəni, üzr istəyirəm, biz sıfırdan başlamırıq, biz olan işləri daha da sürətləndiririk. Əslində qalsa, strateji yol xəritəsi məhz mövcud əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi və Azərbaycanın yeni iqtisadi modelə keçidini təmin edir. Və indiki halda mən sizə sadaladığım infrastruktur layihələri də və bundan kənarda Azərbaycanda son 10 il ərzində tikilmiş 6 beynəlxalq aeroport, körpülər, avtomobil yolları, digər nəqliyyat, logistika infrastrukturu bizə indi rahat şəkildə imkan verir ki, strateji yol xəritəsini qəbul edə və onu həyata keçirir. Əgər bu işlər əvvəlcə həyata keçirilməsəydi, onda əlbəttə biz sıfırdan başlamağa məcbur olamaq zərurəti qarşısında qalacaq idi. Bu isə yeni investisiya deməkdir, yeni danışıqlar, yeni müzakirələr və s. və s. Hansı ki, indiki halda bu zərurət yoxdur və təkcə biz infrastrukturu axı inkişaf elətdirmədik. Biz, indi hörmətli Akif müəllim burada iştirak edir. Siz bilirsiniz ki, Azərbaycan
böyük İpək yolunu bərpa edən ölkədir. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Trosekanın ilk konfransı Bakıda çağırıldı. Bu, Azərbaycanın o dövr üçün təsəvvür edin ki, müharibədən təzə çıxmış ölkə, ərazinin 20% işğal altında, 1 milyon qaçqın, indiki maliyyə resurslarımız, vəsaitlərimiz yox, əlaqələrimiz yox. O şəraitdə biz Trosekanı bərpa etdik. Daha doğrusu, Böyük İpək yolunu bərpa etdik və Troseka layihəsi deməli, başlanıldı. Və bu onu göstərir ki, biz təkcə infrastruktur sahəsində deyil, həm də institusional, dövlətlərarası tariflərin tənzimlənməsi, prosedurların uyğunlaşdırılması, unifikasiyası sahəsində də işlər aparmışıq və bugün rahatlıqla artıq strateji yol xəritəsində yola davam deyirik. Təşəkkür edirəm. Bir halda ki, söhbət Trosekadan düşdü, Hakim müəllim, istəyərdim siz bu sualı cavablandırasınız. Yəni, strateji yol xəritəsinə baxdıqda biz orada belə bir məlumatla rastlaşırıq ki, yəni araşdırmaların nəticəsidir ki, Çinlə Avropa arasında olan 5 əsas marşrutdan biri təbii ki, Trosekadır. Lakin təəssüflər olsun ki, hələ ki, Troseka üzərində yük daşımaların həcmi digər 4 alternativə nisbətən aşağıdır. Bunu bərpa etmək üçün və daha yüksək pillələrə yüksəlmək üçün nə etməliyik və hansı işlər görülür? Ümumiyyətlə, doğru deyirsiniz, bu 5 müvafiq dəhlizlərdən ən qısası, baxsaq, yəni məsafəyə görə ən qısası Troseka dəhlizidir. Ancaq burada müəyyən problemlər də var. Yəni, problemlər dövlətlərin çoxluğu, əgər Çindən biz Londona kimi danışsaq, burada ən azı 7-8 dövlətin ərazisindən keçmək lazım olur. Burada da sərhəd prosedurları, gömrük vergiləri və s. Bu barədə Rusiyadan keçən marşrut bizə baxanda daha əlverişli kimi görsənir. Çünki Çinlə Avropa arasında iki ərazi, Qazaxstan və Rusiya ərazisi. Üstəlik, Qazaxstan, Rusiya və Belarus eyni gömrük ittifaqındadılar. Yəni, bunlar gömrük rüsumlarından və o prosedurlardan azaddılar və bununla əlaqədar qeyd etmək istəyirəm ki, biz daha da çox tələsməliyik. Amma biz bu barədə çox böyük işlər görmüşük. Yəni, onu da deyək, yəni, Troseka nəqliyyat dəhliz çərçivəsində, hökumətin səyləri əsasında, şəxsən cənab prezidentin diqqəti və qayğısı nəticəsində son illər baxın, Bakı-Tbilisi-Kars nə qədər buna xərclər buraxılıb ki, tikilsin. Hətta Gürcüstanın payını da demək olar biz ödəmişik. Yəni, Gürcüstana çox imtiyazlı bir faizlə kreditlər vermişik. Türkiyə bu işə qoşulub, Türkiyə ərazisində tikinti işləri gedir və düzdür, bu işlər 10 ildə davam edir, amma biz ümid edirik ki, nəhayət Türkiyənin yüksək rəhbəri qeyd etdiyi kimi bu ilin, yəni 2017-ci ilin 1-ci rübün sonuna qədər bu deməli, dəmir yolu tikilib başa çatar və istismara verilər. Ümumiyyətlə, üzr istəyirəm, Hakim müəllim, siz bəzi məqamları qeyd elədiniz. Bu yolu cəlb edici edən məqamlardan digərləri hansılar var? Məsələn, biz bilirik ki, gömrük sadələşdirilməsi, yəni gömrükdə yaşıl dəhliz yaradılıb. Yəni, bu cəlb ediciliyi artıra bilərmi? Deməli, digər hansı amillər var ki, daha cəlb edici Cəlbediciliklə danışanda bir 4 bucaq ortaya çıxır. 4 bucağın bir bucağı, deməli, tariflərdir. O birisi bucağı daşınma zamanı istifadə olunan vaxtdır. Üçüncü bucağı servisdir və dördüncü bucağı da təhlükəsizlikdir. Hansı dəhlizdə ki, bu 4 şərtin 4'ü də yüksək səviyyədə həll olunur, o marşrut, o dəhliz rəqabətə daha davamlı olur. Yəni, yenə də deyirəm, tariflər uyğun olmalıdır, servis yüksək olmalıdır, xidmət, servis yüksək olmalıdır və təhlükəsizlik təmin olunmalıdır və gediş zamanı vaxt az sərf olunmalıdır. Bu amillərdən demək olar, Azərbaycanda bunların hamısını riayət etmək mümkündür. Ən qısa, yəni, məsafə baxımından qısa. Deməli, bu həm də vaxt uduşudur. Üstəlik, son zaman cənab prezidentin sərincamları əsasında həm gömrük sahəsində, həm prosedurlar sahəsində aparılan sadələşdirmələr, yaratdığı koordinasiya şurası, İqtisadiyyat Nazirliyində, tariflərdə güzəştlərin verilməsi, bu hamısı o deməkdir ki, biz də çalışırıq bu standartlara uyğunlaşaq. Sözsüz ki, bunda dayanmaq olmaz, bu işlər davam etmək lazımdır və sonda gəlib biz elə vəziyyətə çıxmalıyıq ki, bizim dəhliz ən rəqabətə davamlı dəhliz olsun. Siz buyurun. Mən konkretləşdirək, çox gözəl fikir söylənildi. Söhbət Bakı-Tbilisi-Karsdan gedirsə, Bakı-Tbilisi-Kars
vaxtı 10-20% azaldır. Dörd bucağın bir bucağıdır. Bakı-Tbilisi-Qars bildiyiniz kimi Bakı Dəniz Ticarət Limanı inkorporasiya olunur və Bakı Dəniz Ticarət Limanında aparılan yenidən qurma, xüsusən avtomatlaşdırma, elektron sistemlərin tətbiqi xərcləri 5-10% aşağı salır. Və nəticə nədir? Nəticə ondan ibarətdir ki, 17 milyon ton yükün Bakı-Tbilisi-Qars üzərindən daşınması gözlənilir. Təhlükəsizlik nöqteyi nəzərdən Azərbaycan sabitlik adasıdır. Və yeri gəlmişkən, bu təkcə Bakı-Tbilisi-Qars üçün yox, ümumiyyətlə Azərbaycanda bütün aparılan iqtisadi islahatların kökündə ictimai-siyasi sabitlik dayanır. Və bu baxımdan da Azərbaycanın heç bir problemi yoxdur. Qaldı ki, deməli, xidmət keyfiyyətinin yüksəldilməsi məsələsi artıq Azərbaycanın Koordinasiya Şurası çərçivəsində həm Gürcüstan, həm də ki, Qazaxıstanla tarifləri uyğunlaşdırılması, unifikasiya etməsi, prosedurları uyğunlaşdırılması, hətta Transxəzər üzrə vahid nəqliyyat siyasətini təklif etməsi gətirib ona çıxarır ki, Çinlə Avropanın arasında demək olar ki, üstəlik yaşıl dəhlizi də nəzərə alsaq, çox səmərəli, sərfəli bir xidmət təklif olunur. Deməli, həm ən qısa yoldur, ən sərfəli yollardan birinə çevirməyə çalışırıq, təhlükəsizlik baxımından və xidmət də təbii ki, yüksək səviyyədə qorunmalıdır. Onda belə, buyurun. Bir tərəfi bucağın, bir tərəfi də tariflər idi. Yəni, qeyd edeyim ki, Azərbaycan üzrə dəniz nəqliyyatında və daşımalarda digər ölkələr, qonşu ölkələrə nisbətən tariflər daha aşağı səviyyədədir. Bu tariflərdə də bizim üstünlüyümüzü irəli çıxardır ki, və həm zaman, həm xərc baxımından dəhlizin üstünlüyünü yaradır. Və yeri gəlmişkən, xüsusi qeyd eləmək lazımdır ki, Bakı Dəniz Ticarət Limanındakı tariflər kifayət qədər rəqabətə davamlı tariflərdir. Yəni, biz indiki halda Bakı Dəniz Ticarət Limanından böyük gəlir gözləmirik. Biz əslində elə bir tariflər təqdim edirik ki, bu tariflər indiki halda cəlbedici olsun. Dövriyə böyüsün. Və dövriyyənin böyüməsi aşağı tariflərdən daha çox gəlir təmin edəcəkdir. Və bu baxımdan əgər, məsələn, Bakı Dəniz Ticarət Limanında təklif olunan tarifləri siz Supsa, Batumi, Aktau, Həştərxan və digər limanlarla müqayisə edəcək, görəcəksiniz ki, daha rəqabətə davamlıdır. Və bu baxımdan mənə gəlir ki, Bakı Dəniz Ticarət Limanında tariflərin aşağı olması, eyni zamanda indi bu tarif şurası çərçivəsində, koordinasiya şurası çərçivəsində digər bizim dəmir yolu, hava nəqliyyatı və digər tariflərin uzlaşdırılması gətirib ona çıxarır ki, tamamilə doğrudur. Biz tariflərdə də rəqabət qabiliyyətli bir qiymət təklif edirik. Bayaq Akif müəllim bir məsələni qeyd elədi. Bilirsiniz, bu nəqliyyat logistika məsələsi elə bir məsələdir ki, bunu biz hansısa bir parnik şəraitində inkişaf etdirə bilmirik. Çünki bu istər-istəməz beynəlxalq bir məsələdir, yəni regional bir məsələdir. Məsələn, bizim ətrafımızda əgər Transsibir kimi bir güclü layihə var, Transsibir, Trans-Qazaxstan layihəsi var. Hətta Rusiya Arktik okeanı güclü rəqabət var. Yəni. Çox güclü rəqabət var. Rusiya Arktik okeanı, Şimal Buzlu okeanı artıq açıb və bu yol artıq Çinlə Avropanın arasında nəqliyyat üçün istifadə olunur. Və ənənəvi Cənub dəniz marşrutu var ki, Çin Böyük İpək yolunun bir hissəsi kimi məhz dəniz marşrutunu nəzərdə tutur. Və bu dərəcədə güclü rəqabət gedən bir şəraitdə Azərbaycan çalışır ki, nəqliyyat logistika hubuna çevrilsin. Və ona görə də strateji yol xəritəsi bütün bu rəqabətin hamısını nəzər almışdır və həm regional çağırışlar təsnifləşdirilib orada, yeri gəlmişdən Xudayar müəllim özü də bu prosesdə yaxından iştirak etmişdi, yəni strateji yol xəritəsinin yazılmasında. Orada regional çağırışlar təsnifləşdirilib, qlobal çağırışlar təsnifləşdirilib ki, biz kimlərlə, hansı şəraitdə rəqabət aparırıq. Yəni bu kifayət qədər bir kəskin bir rəqabət şəraitidir. Rəqabətlə əlaqədar müəyyən əlavələr etmək istəyərdim. Yəni, bütün bu tranzit daşımalar qərb-şərqlə hökmən Xəzər dənizindən keçməlidir, elə deyilmi? Xəzər dənizində yalnız Xəzər dəniz gəmiçiliyinin, Azərbaycan Xəzər dəniz gəmiçiliyinin 11 bərəsi var, bir neçə rorosu var, kifayət qədər tankerləri var, hansı ki bu şeylər, bu nəqliyyat vasitələri nə Qazaxstanda yoxdur hərəkəlik, nə Türkmenistanda yoxdur, nə də Rusiyada yoxdur. Beləliklə, Xəzər dəniz gəmiçiliyi Xəzərdə hal-hazır dominantdır. Azərbaycan ticarət donanması Xəzər hövzəsində ən güclü
donanmadır. Yəni burada ənənəvi deyək ki, Rusiya, İran kimi donanma dəniz ölkələri olmuşdu. Amma buna baxmayaraq ən güclü donanmalardan biridir. Amma biz ümumi tələbata baxanda, məsələn, ta ki, şimaldan və cənubdan dəniz yollarından aparılan əməliyyatlara baxanda biz görürük ki, Azərbaycanın ticarət donanması qlobal miqyasda o qədər də rəqabətə davamlı deyil. Və ona görə də strateji yol xəritəsində sizin dediyiniz bütün tip daşıma, dəniz daşıma nəqliyyat vasitələrinin gücləndirilməsi, onların yük dövriyyəsinin, yük tutumunun gücləndirilməsi nəzərdə tutulmuşdur. Amma nəqliyyat vasitələrinin yenilənməsi ilə bərabər burada limanların infrastrukturunun da o standartlara cavab verməsindən gedir söhbət, düzdürmü? Yəni məsələn Yeni Bakı limanında hazırda bilirik işlər gedir. Hansı fazadadır? Yəni işlər hazırda nə yerdədir? Deməli Yeni Bakı limanı kompleksinin tikintisinin birinci fazası davam edir. 60% artıq işlər yekunlaşıb. Növbəti yerdə qalan hissəsinin yekunlaşması 2017-ci ilin sonuna qədər planlaşdırılır. Bu faza çərçivəsində bu layihə birinci fazaya müəyyən layihə dəyişiklikləri də edilib. İlkin layihədə 10 milyon ton nəzərdə tutulursa yük aşırma qabiliyyəti, bu layihənin dəyişilməsi ilə bu yük aşırma qabiliyyəti 15 milyon tona çatdırılacaq. Bundan əlavə dəniz donanmasından danışıldı. Bu liman qovşaq rolunu oynayır. Bütün İstər dəmir yolu, istər dəniz nəqliyyatı, istər quru yol, bütün nəqliyyat vasitələrinin qovşağıdır. Liman qovşaq rolunu oynayır. Bütün bu nəqliyyat sistemini qovuşdurur. Burada yəni müasir diləcə hubdur. Yəni. Hub prinsipinin rolunu oynayır. Burada əsas bizim, Vüsal müəllim qeyd elədi, biz beynəlxalq